Gabriel Taniye təxəllüsü ilə yazan Soso Qaçava, belə bir müasir gürcü yazıcısı, onun artıq 2 kitabı bestsellerdir. İlk kitabı demək ki, Kənanın övladları adlanır və Rohinyada demək baş vermiş müsəlmanların qırğınına həsr olunubdur o kitab. İkincisi isə Mələklərin Qiraətidir. Gürcücə Angelos Saqitxaviki. Bu da artıq bizim demək Komukartlidə yaşayan və ümumiyyətlə Gürcüstanda yaşayan Azərbaycanlıların fonunda demək baş verən bir hadisədir. Xudu adlı oğlanın evini hansındakı çayxana fəaliyyət göstərirdi. Demək ki, onun divarında əmələ gəlmiş bir təsvirdən, ləkədən ötürü və bu ləkənin ucubatından həmin o çayxananı əlindən almaq istəyirlər və orada kilsə inşa etmək istəyirlər. Bir ölkədə demokratiyanın, insan hüquqlarının və azadlıqlarının olmasını öyrənməmiz üçün və bunu ölçməmiz üçün həmin ölkədə etnik və dini və başqa azlıqlara necə bir münasibət bəsləndiyini görməliyik, ona baxmalıyıq və bundan sonra biz hesablamalıyıq. Yazıcı da məhz elə bu prizmadan görür. Məsələn, Marneulili Xudu, hansı ki, demək ki, həyatında bir faciə yaşayır. Həyat yoldaşı yeni evləndiyi demək qız Arzu vəfat edir və bundan sonra əlbəttə ki, dərin bir depressiya yaşayır və içkiyə qurşanır və bu da onun həyatını demək ki, alt-üst edir və bu fonda dediyim kimi kilsə çalışır ki, demək onun mülkiyyətini, böyüyüb başa çatdığı evi əlindən alsın. Və həmin bax bu demək məqamda, bax bu mənzərədə deməli bir fərdə qarşı, bir nəfərə qarşı, haqlı olan nəfərə qarşı bütün demək ki, strukturların, o cümlədən məsələn kilsənin, məhkəmənin, dövlətin necə bir təzyiq belə deyək ki, həyata keçirə biləcəyini və fərdin bax bu cür təzyiqlərin qarşısında necə aciz olduğunu göstərən bir romandır. Ümumiyyətlə bu əsər son zamanlar Azərbaycanlılar haqqında təkəm-seyrək demək hekayələr olubdur. Onun fonunda çox samballı bir işdir əslində və öz-özlüyündə demək Azərbaycanlılar haqqında yazmış böyük gürcü yazıçıların ənənəsini davam etdirir. Onlardan biri elə Mixail Cavaxişvilidir ki, özü Komukartlidə Çeraku kəndində anadan olmuşdu və demək Savaneti kəndində də yaşayırdı və Azərbaycanca bilirdi. Onun romanlarında demək olar ki, elə bir romanı yoxdur ki, çox tək-tük ki, orada Azərbaycanlı obraz olmasın. Məsələn, tutalım Kvachiko Çantiradidə var, Marabdalı Arsenada ümumiyyətlə demək Dəli Həsən obrazı var. Ondan sonra Haqlı Abdullah adında demək bir hekayəsi var ki, Borçalı Azərbaycanlısından demək ki, danışır və bəhs edir və onun həyatını və faciəsini göstərir və əlbəttə ki, şah əsərlərdən biri olan demək ki, Lambalı və Qaşa əsəridir ki, orada da İran Azərbaycanlılarına qarşı törədilən zülmlər öz əksini tapıbdır. Və ümumiyyətlə demək ki, həmin bu yazıcıdan Gabriel Taniye də çox şey götürübdür ki, biz kampaniya başlamışıq. Mən istəyirəm ki, bu bir xəlqi proses olsun və bunu da özünün öz demək ki, səbəbləri var. Birincisi olmalıdır ki, ümumiyyətlə Gürcüstanda biz Azərbaycanlıların nəşri demək məsələləri yoxdur demək olar ki və amma burada böyük bir ənənə var idi. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəli məşhur kitablar və ümumiyyətlə jurnal, qəzetlər burada çap olunurdu və mən istəyirəm ki, artıq bu ənənə müəyyən şəkildə bərpa olunsun və hamının özünün öz töhfəsi olsun əlbəttə. Bizim kitabı elə bil ki, əvvəlcədən maliyyələşdirərək, yəni oxucunun maliyyəsi ilə ərsəyə gətirməyi planlaşdırmışıq. Onda deməliyəm ki, demək yazıcı heç bir buradan qonorar güdmədən demək bu romanı bizim icmaya hədiyyə etmişdir. Müəllif hüquqlarını ödənişsiz vermişdir və mən bir tərcüməçi kimi də ümumiyyətlə qonorardan imtina etmişəm. Bizim topladığımız məbləğ sadəcə redaktə, ondan sonra səhifələmə və dizayn və çap demək mətbəə xərclərini nəzərdə tutur.